Az sonra bazarlara təzə toyuqlar çıxarılacaq. Hələlik isə yenicə yumurtadan çıxan cücələrin bəslənməsi dövrüdür. Ağcabəddən hazırlanan sujet izləyək. Bir müddət əvvəl inkubatorlara qoyulan təbii yumurtalardan cücələr çıxıb. Yumurtadan çıxan cücələr üçün quş damları da əvvəlcədən hazırlanıb. Baytar həkim Qaraş Vəliyev bildirir ki, həmin damlar cücələrin yeri sıx olmamaq şərti ilə normal istiliklə təmin edilməlidir. Əgər saxlanma qaydalarına düzgün riayət olunmasa, nəmlik əmələ gəlir. Bu da xəstəlik törədən mikrobların inkişafına şərait yaradır. Əvvəlcə yerlərin dezinfeksiyası, divarların ağardırması, yaxşı olar ki, döşəmə betondan olsun və içərisində bir neçə gün əvvəldən istilik verilərək qurudulsun və yaxşı olar ki, siftə saman və apilkadan döşəmələrdə istifadə olunsun. Qaraş Vəliyevin sözlərinə görə cücələrin yemlənməsi də vacib amillərdəndir. Belə ki, fermerlər əvvəllər ənənəvi yemlərdən istifadə edirdilərsə, indi zavodlarda istehsal olunan yemlərə üstünlük verilir. Bu yemlərin tərkibində mineral qatqılar var ki, bu da cücələrin tez böyüməsinə, xəstəliklərə dözümlülüyünə və əl əməyinin yüngülləşməsinə xidmət edir. Bundan başqa ev quşlarının yemlənməsində müasir su və yem qablarından da istifadə olunur. Qaraş Vəliyev deyir ki, əgər düzgün qaydada bəslənsə, bu cücələr 2 ay müddətinə kəsimə hazır ola bilər. Elnari İbrahimova, Ramin Ələsgərov, Ağcabədi.